bacımla məni qovdu, dedi, git hara şikayət etsən, səni götürmürəm işə. Prinsip aparır, nədir pul vermirəm deyirlər, pulum yoxdur, kasıb uşağam. Kim pul verir, işə onu götürür. Deyirəm, Şamil müəllim, axı 2 dənə balam var da, mənim uşağım nə yesin, nə dolansın. Xudat sakini Aslan Kavazov Viyan Times'a müraciət edərək acınacaqlı vəziyyətdə yaşadığını bildirir. Onun sözlərinə görə məşğulluğu iş üçün müraciət edib. Onlar da onu Komxoz idarəsinə iş üçün göndərib. Lakin həmin idarənin rəhbəri Şamil adlı şəxs Aslan Kavazovu işə götürmür. O dolanışığının çox pis olduğunu bildirərək ölkə başçısı cənab prezident İlham Əliyevdən köməklik göstərilməsini xahiş edir. Xudat sakini Kavazov Aslan, mən burada Mehriban xanımla İlham Əliyevdən, cənab prezidentdən kömək istəyirəm mən. Mən bir ildir Xaçmaz Xudat yolundayam. Məşğulluğa da müraciət etmişəm Ruslan müəllimə. Ruslan müəllim də iş içində Komxoza girmək üçün. Ruslan müəllim göndərir Xudata, Şamil müəllimin yanına. Komxozun müdürü Şamil müəllimdir. Şamil müəllim işə götürmür də məni. Deyir ki, hara şikayət etsələ götürmürəm işə. Amma bu yaxınlarda Telmanı işə götürdü. Telmanı işdən çıxartmışdı. Parkda Telman işləyirdi. Xudatın parkında, dəmir yolunun yanında, 4 nömrə məktəbin yanında. Telmanı parkdan işdən çıxartmışdı. Orada mənim telefon oğurluq olmuşdu. Nəsə olmuşdu. İş polisə düşmüşdü. Şamil gidib onu polisdən çıxartmışdı. İşdən qovmuşdu. Onu azad eləmişdi. Yenə Telmanı işə azad elədi. İşə qəbul elədi, götürdü işə. Amma məni işə götürmür. Kimi istəyir? Şamil müəllim işə götürür, məni götürmür. Deyirəm, Şamil müəllim, axı 2 dənə balam var da, mənim uşağım nə yesin, nə dolansın. Uşaqlarıma mən baxıram da, anası da qoyub 2 uşağı üstümə çıxıb gedib də mənim. İş yerim yoxdur mənim. Mən qaz var, işıq var, kommunal var, ödəmək lazımdır. Yığılıb qalıb hamısı üstümə mənim. Vallahi borc xərc basıb məni. İnan sənə Allaha and olsun. Mən bundan cənab prezidentdən, Mehriban xanımdan kömək istəyirəm mən. Deyir, adamım var, git hara şikayət etsən. Kimi altdan kimi marağı var, kim pul verir altdan onları işə götürüyor. Amma mənə çatanda deyir, yer yoxdur. Yalandan deyir, yer yoxdur. Axı mənə deyir, hara şikayət et. Bu da müəllimin yanında olmuşam, Səhiyyə Sovetinin müdürü. Bu da müəllim deyir ki, səlahiyyət məndə yoxdur. İcra hakimiyyəti səlahiyyəti verib Şamil müəllimə. Şamil müəllimi o gün yanında da oldum bacımla. Bacımla məni qovdu, dedi, git hara şikayət etsən, səni götürmürəm işə. Prinsip aparır, nədir pul vermirəm deyirlər, pulum yoxdur, kasıb uşağam. Kim pul verir, işə onu götürür. Telmanı götürdü, neçəsini işə götürdü bu yaxınlarda. Telmanı qovmuşdu, özü çıxartmışdı. Parkda telefon oğramışdı, nə oğramışdı, işlər polisə düşmüş, Şamil gedib özü çıxartdırdı onu polisdən. Yalan deyirəmsə, araşdırıb baxsınlar. İşə onu götürə bilir, amma mənə çatanda deyir, yer yoxdur. Ona görə ki, mənim pulum yoxdur, axı mən pul verə bilmirəm, mən kasıb adamam. Mən buradan cənab prezidentdən kömək istəyirəm, cənab prezident. Siz deyirsiniz, mənə siqnal verin, bu da siqnal. Məmurlar bu da öz başınalıq eləyirlər. İşə götürmürlər məni, cənab prezident. Sizdən mən xahiş edirəm, Mehriban xanım. Axı mənə bir işlə təmin eləsinlər. Artıq dərəcə xahiş edirəm, mən dolana bilmirəm. Mənim 2 dənə az yaşlı körpə uşağım var. Mən uşaqlarıma nə verim? Qaz, işıq, hamısı yığılıb qalıb. İş də yoxdur, işləyim mən. Neyiniyim mən? Sonda kanal olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.